Bakı Şahmat Olimpiyadasının könüllüləri arasında şahmat turniri keçirilir. SİANın məlumatına görə yarışda 28 könüllü iştirak edir. 5 turdan ibarət olan turnir İsveçrə sistemi ilə keçirilir. Yarışın nəticələrinə əsasən eyni xal toplayanlar olarsa, onların arasında yenidən bir oyun keçirilərək qalib müəyyənləşdiriləcək. Yarışın ümumi qalibinə və ən çox xal toplamış xanım iştirakçıya mükafatlar təqdim olunacaq. Turnirin baş hakimi Nicat Ağayevdir. Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Bakı Şahmat Olimpiyadasının könüllülərini şahmat haqqında daha çox məlumatlandırmaq, bu sahəyə marağı artırmaq, könüllülər arasında dostluq əlaqələrini möhkəmləndirmək, gənclərin asudə vaxtının səmərəli istifadəsini təmin etməkdir. Turnirdə ən yaxşı şahmat oynaya bilən könüllülər seçildilər və onlar hal-hazırda mübarizə aparırlar. Mübarizə 5 turdan ibarət olacaq və 5 turun sonunda ən yüksək, ən çox bal toplayan könüllü qalib elan ediləcək. Amma könüllülərimizin arasında gördüyünüz kimi birgə keçirilir və bu səbəbdən xanımlarımızı da həvəsləndirmək üçün ən yaxşı oynayan 2 xanım iştirakçı da bizdən hədiyyələr qazanacaqdır. Bu turnir könüllülərimiz üçün təşkil olunmuş, Şahmat Olimpiyadası tərəfindən bizim könüllülərimiz üçün təşkil olunmuşdu. Bundan əvvəl də bizim könüllülərimiz üçün harda, nə zaman yarış təşkil olunmuşdu. Hər iki yarışa, həm bundan əvvəlki, həm də bu şahmat turnirinə könüllülər arasında könüllülərin rəğbəti daha çoxdur, yəni böyükdür, həvəslə gəlirlər, qeydiyyatdan keçirlər. Uşaqlar bizim vasitəmizdən, həm rəhbərliyimiz vasitəsindən belə turnirlərə qoşulmaq istəyirlər. Biz də əlimizdən gələn edirik ki, digər könüllü yoldaşlarımız da belə turnirlərə qatılsın. Elgün Vidadioğlu, Günay Məmmədova, Səs TV.